Salam aleyküm, hardayam, yat planetdəyəm. Ev bir dənə çıxarmışam sizin. İdealın idealı da belə bir ev bu ərazidə hal-hazırda yoxdur. Axıra qədər bax, almaq məcburiyyətində deyilsən. Axıra qədər bax, alma. Plus kreditdən 36 min harda var belə bir ev. Eva bax, ev adamdan danışır, rəqs eləyir. Bir dənə evdən oxuş tanış olaq. Təmiz, səliqəli ev axtarırsansa, yəni bundan o yana ev tapa bilməzsən. Həqiqətən çox gözəldir. Evin dizaynı özüdür. Plusdəki kredit var. Girişə bax. Girişə girən kimi göyərçinlər səni qarşılayır. Həqiqətən yataq otağına bax. Ulduzlar. Yəni, həqiqətən bu evə pul verməyə dəyər. Qiymət əla, evin özü əla. Yəni belə evlər gec-gec çıxır. Yəni gördünsə, skut yaxınlaş və al. Yəni elə deyə bilərəm sizə. Yataq otağına bax. Çox gözəldir. Qoşadaşdır, şəxsi tikilidir, yeri gözəl, qaz, işıq, su, hamısı var yaşayış üçün. Bura bax. Oo, gördün? Bir dənə də burada hamam sanuzelidir. Ev həqiqətən almağa dəyər. Qiymətinə görə idealdır. Kombi xətlərinə qədər çəkilir. Burada da bir dənə mətbəxdir. Mətbəx də elə otaq boydadır. Qiymət haqqında məlumat verim, sonra çıxıb söylədim, tanış edəcəm. Qiymət 36 min manat ilk ödənişdən ümumi qiymət düşəcək sənə neçəyə? Heç neçəyə. 65 min. 65 min verirsən, bu evi götürürsən. 60 min də nəqd qiymətidir. Plus nə var? Onu da deyirəm. Onu da deyəcəm. Yerləşmə haqqında məlumat da verim. Yerləşmə yeri yadımdan çıxdı. Yerləşmə yeri haqqında da məlumat Hökməli Qob yolunda bu meyvəli var 2 mərtəbə. O tərəfdədir. Yeri də qəşəngdir. Likoy Zafakıya da yaxındır. Yəni həyət baca çox genişdir. Yəni meydançadır. Bura bax 3 sotdan çox olar bura yəqin ki. Üstü paketdir. Evin çöldən görünüşü baxın. Tam düzdür. Çerpitsa, şifir nə qədər çerpitsadır. Yəni bunun qiyməti bu deyil. Amma ki bu qiymətə satır. Yəni evin qiymətinə görə idealdır. Burada da ayrıca tovuqca saxlamaq üçün ayrıca yerim var. Plus obyekt aça bilərsiniz o yana. Plus da nəyi var? Evin böyür başına opş fırlana bilirsən. Yəni buradan gəlin baxın. Evin hər yanına fırlanmaq olur. Yəni belə qiymətə evlər, belə kreditdən, belə gözəl təmirdə evlər gec-gec çıxır. Yaralanmağa dəyər. Əlaqə saxlayın, yoluna qoyağın. Yəni bu qiymətə görə idealdır. Plus çöldə də ayaqolsu var. O deyəsən. Sağ ol.